Ya onu hey söz verirəmsə verəcəm, amma çatdıra bilmirəm. Baxın. Vaxtınız xeyir, hörmətli tamaşaçılar. Siz Azərbaycanın ilk internet televiziyası olan Kanal 13-ün efirində aktual proqramına baxırsınız. Sizinlə mən Aynur İmranovayam və həmişəki kimi studiyamızın qonağı var. Vəkil və Viza Hüquq firmasının təşkiçisi Aslan İsmailov. Xoş gəlmisiniz. Bugünkü mövzumuz müxalifətin birləşməsi ilə bağlı son dövrlər aktuallaşan təkliflərlə bağlıdır. Dostlar, bu verilişi Aynur xanım, buradan da Aynur xanımı salamlayıram. Aynur İmran qızıdır. Eşq olsun. Türkiyədə xalqımızı, millətimiz, Azərbaycan qadınını layiqincə təmsil edir. Təmsil edənlərdən biridir. Və o zaman belə bir mövzu qoymuşdu. Əvvəlcədən danışmışdı, dəvət eləmişdi ki, Aslan İsmailovla məni dəvət eləsin ki, müxalifətin birlik problemi, ölkədəki vəziyyətlə bağlı söhbət edək. Mən həmin verilişə bir qədər gecişmişdim. Ona görə əvvəlində Aslan tək danışır. Bildiyimiz kimi bugün dövrü mətbuatda da müxalifətin birləşməsi ilə bağlı vəkillərin bir çağırışı və dəstək mesajları yer almışdı. Ona görə də bugün biz vəkil Qurban Məmmədovu və vəkil Aslan İsmailovu studiyamıza dəvət eləmişdik. Qurban müəllim gecikir, bəlkə veriliş əsnasında qatıla bilər, özün verilişə çatar. Aslan müəllim, ölkədəki ictimai siyasi vəziyyətlə bağlı sizin fikirləriniz önəmlidir əslində. Görüşlərinizi bizimlə paylaşa bilərsinizmi? Valla söhbət ondan getmir. Mənim fikirlərim önəmlidir, amma mənim gördüyüm nədir? Bu günlərim deyək, hakimiyyət təmsilçilərinin elan etməsinə baxmayaraq ki, ölkədə stabillikdir, əmin-amanlıqdır, iqtisadi inkişafdır. Bunların heç biri yoxdur. Əmin-amanlıq yoxdur ona görə ki, ən azı son bir ildə Quba hadisələri, İsmailli hadisələri, Bina hadisələri deyə ölkənin, Bakının özündə baş verən bir sıra digər hadisələr ondan göstərir ki, əmin-amanlıq olan yerdə bu cür zorakılıq hərəkətləri olmaz. Həm vətəndaşların, həm vətəndaşlara qarşı. İqtisadi inkişaf o da eyni cürdür. Ona görə ki, göstəricilər onu göstərir ki, bu dəqiqə Azərbaycan büdcəsi faktiki olaraq neft pullarına formalaşır. Yəni, sahibkarlıq sinifi ölkədə bir sinif olaraq məhv olub. İndi adını qoyduqları sahibkarlıq deyil, bu, deyək, hakimiyyət təmsilçilərinə, məmurlara yaxın bir qrup oliqarxlardır, elə məmurların özləridir və onların ətrafıdır. Hansı ki, cürbəcür sahələri, deyək, spişka dənəsindən tutmuş. Mən bu yaxınlarda bildim ki, sadəcə deyək, reklam şitinə qədər, şitin çubuğuna qədər, şitin panelinə qədər hamısı monopoliyadadır. Yəni, inhisardadır. Və dünya tarixi göstərir ki, inhisar olan yerdə heç bir iqtisadi inkişafdan ola bilməz. İqtisadi inkişaf ancaq azad rəqabət olan yerdə ola bilər. Qayıdıram yenə birinci hissəyə ki, məsələn, ölkədəki ictimai-siyasi vəziyyət çoxdandır. Yəni, 2010-cu ildə o parlament ki, formalaşdı. Onda da mən müraciət etmişdim hakimiyyətə ki, dövlətçilik məsuliyyətini, milli dəyərləri və reallıq hissini itirməyin. Mən elə bu günlərim üçü də var. Məsələn, dövlətçilik məsuliyyəti onunla bağlıdır ki, ölkədə... Burada dostlar, bizim Facebook istifadəçilərdən biri çox obyektiv, gözəl bir söz deyib. Mən onu istəyirəm diqqətcə çatdıram. Çünki orada əziyyət çəkirlər, yazırlar, pozurlar. Hakimə görməlidir ki, onların yazdıqlarını biz ekrana veririk, xalqa çatdırırıq. Ceyran Vəlizadə adlı troll yazır ki, təbii troll deyəndə normal adam da kimsə işləyir də, adın sadəcə olaraq belə yazıb. O baxımdan troll deyirəm, üzr istəyirəm, mənim təxliyə fikrim yoxdur. Şərəf yoxsul olan Qurban Məmmədovun Azərbaycan xalqının etdiyi çıxışların hər biri xaincəsinədir. Təbii ki, bu birinci cümləni sağ olsun indi. Ona verilən tapşığa görə məcburdur belə yazsın. Çünki o da ailəsinin doratmalı maaş alır. Önəmli olan ikinci cümlədir. Mən bundan qürur duyuram dostlar. Ona qulaq asanlar da Qurbanla eyni yolun yolcularıdır. Şükür sənə ilahi. 178 bin məndən eyni fikirdə olan, məndən eyni yolun yolcuları olan insanlar var və hər birinizdə mən qürur duyuram. Eşq olsun sizlərə. Və Ceyran Vəlizadəyə də buradan təşəkkür edirəm ki, belə gözəl bir fikri şüur altı da olsa heç olmasa təbliğ edeyim. Sağ olun qızım. Belə davam edin. Verəm bu cərəyan edən hadisələr bütün dünyada hüquq müdafiə təşkilatlarının hesabatında, Dövlət Departamentinin rəsmi statistika hər yerdə bu özünü göstərir.
dünya Azərbaycana artıq bir diktator ölkəsi kimi baxır. Bu dövlətçiliyə böyük bir zərbədir. Yəni bundan artıq zərbə vurmaq olmaz. Məsələn, ASTV götürüb Almaniya kimi nəhəng dövlətdən özü də deyək erməni lobbisinin, diasporasının təsiri altında olmayan bir ölkədən düşmən obrazı düzəldir. Məsələn, mən Sumqayıt SSR-nin Süqutun başlanğıcı kitabının ingilis dilində təqdimatını keçirəndə 15 səfir gəlmişdi. Və o səfirlərin içində birinci gələn Alman səfiri idi. Siz Aslan İsmailovun verdiyi cavaba diqqətdən fikir verin. Sonra mən gəlib bu söhbətə qoşulandan sonra danışıqlara fikir verin. Biləcəksiniz ki, fərq nədir? Kim kimlə onu tanıyacaqsınız. Həmin o Alman səfirinin həmin tədbirə gəlməsi, hərçənd ki, mən Azərbaycan məmurlarını da dəvət etmişdim, heç biri gəlmədi. O səfir suallarıyla, hər bir şeyinlə mən o səfirin Azərbaycan taleyi ilə maraqlandığını və Azərbaycan dövlətinə, millətinə biganə qalmadığını gördüm. Həssasiyyət göstərməsini Amma gördünüz. bu günlərin Azərbaycan hakimiyyəti onu düşmən kimi qələmə verir. Bu gün Azərbaycanın ASTV-si, hansına ki, bəlkə 1000 adam baxmır, gəl Almaniya haqqında ya Bakraboçi, Almaniya haqqında silsilə verilişlər verir ki, Almanlar acından ölür, iqtisadiyyat dağılıb, təhsilsizdir və ilaxır, mənim oğlum Almaniyada oxuyur, ona görə ki, təhsil pulsuzdur. Və Almaniyada bu oğlumun sözündən də bilirəm ki, insanın özünü göstərib, realizə etməsi üçün bütün şərait var. Yəni, bu günlərin 40 oxuyucusu olan Bakraboçi, 40 milyon oxucusu olan Spiegel qəzetinə qarşı gedir. Bu sadəcə gülməlidir. Gülməlidir, bəli. Bilirsiniz, o üzr istəyirəm, Bunu yaxşı dediğim misal Aslan İsmailov. Birisi de bəzi sırtdanlar da Azərbaycana qarşı gelirlər. 178 minlik bir ailə, 2000'den sonra hal-hazırda 2048 nəfər, 2040 oldu. YouTube'da bizi izləyir, 98 nəfər də TikTok'da. Yəni ən azı 2150 nəfər IP-dən daxil 10 minlərlə canlı izləyici deməkdir. Ancaq cırtdan durub bizim əleyhimizə ağzı gələni danışır. Başqanın fillə davasına oxşayır. Ondan başqa son hadisələr göstərir ki, artıq sən demə Amerikada bizə düşməndir. Yəni bəyanatlar, siyavuşların, mübarizlərin, Fəzail Ağamalların bəyanatları onu göstərir. Hansı onda uğurlu xarici Amma bəyanatlar ciddiyə alınırmı? Ya ictimaiyyət tərəfindən və ya qərb tərəfindən? Yox, indi ciddiyə alınmasa da... Biraz da özləri deyib, özləri işdirlər məsələsini. Ciddiyə alınmasa da Azərbaycan hakimiyyətini təmsil edən bunlardır. Onlar nə sizə, nə mənə qulaq asıb dəyər vermirlər. Bu gün hakimiyyətdə olan onlar, dövləti təmsil edən onlardır. Və onların istənilən qeyri-ciddi açıqlamaları Azərbaycan üçün böyük bir ləkədir və dövlətçiliyə böyük bir zərbədir. Yadınızdadırsa da bu yaxınlarda Əli Həsənov çıxışında demişdi ki, biz müxalif fikirlərə, müxalifətlərə qarşı elə şərait yaratmalıyıq ki, onlara nifrət aşılansın. O, Dövlət Departamentinin hesabatına da düşdü. Və bununla bağlı Rəbiyyət Aslanova bu günlərdə çıxış eləyəndə o göstərdi ki, mən əvvəlcə dedi ki, mən inanmıram ki, belə bir deyək, Əli müəllimin belə bir çıxışı ola. Sonra göstərdi ki, ola bilsin Əli müəllim deyib, onda biraz emosional olub. Yəni, biraz onun buraxdığı o gobud səhvi, o anlaqsız deyək, aşılamanı, yəni başa düşülməyən, bu quldarlıq dövründə olan bir fikri Rəbiyyət xanım istədi Malalıya. Amma Əli Həsənov ondan sonra çıxış elədi, dedi ki, mən deyirəm, fikrimdə dururam və yenə təsdiq edirəm. Yəni bu adam isə Azərbaycanda ideoloji sahənin rəhbəridir. Yəni bundan dəhşətli nə ola bilər? Hansı deyə inkişafdan danışmaq olar? Razıyam sizinlə. Üzr istəyirəm Aslan müəllim. Biz əvvəldən də demişdik tamaşaçılarımıza ki, vəkil Qurban Məmmədov bizə qoşulacaq. Qurban müəllim gecikmişdi biraz. Buyurun. Mən önəmlidir məsələsini məhz ona görə dedim. Əgər bu günlərim Azərbaycanın tanınmış vəkilləri yığışıb birliklə bağlı bir mesaj verirlərsə, deməli ölkədə həm hakimiyyət dəyişikliyi baxımından, ümumi vəziyyət baxımından bir dəyişikliyə ehtiyac duyurlar. Ona görə
Deməli, söhbətin 7-ci dəqiqəsindən mən gəldim Görə çatdım. önəmlidir. Yəni necə görmək istəyirsiniz bu birliyi? Ona görə sual verin. Yəni bu barədə o vəkillərin müraciəti elə bir fikir yaranmasın ki, vəkillər yığışıblar və bu barədə müraciət qəbul ediblər, əslində elə deyil. Orada hərə öz fikrini səsləndirir. Ayrı-ayrı. Amma ayrı-ayrı. Amma olanı, realı odur ki, bu ayrı-ayrı səslənən fikirlər hamısı üst-üstə düşübdür ki, bəli, müxalifət cərgəsində birlik olmalıdır. Mənim buna baxışım biraz daha genişdir ki, birlik nə üçün lazımdır? Birlik ona görə lazım deyil ki, bu hakimiyyəti devirib hakimiyyətə gəlmək. Birlik ona görə lazımdır ki, Azərbaycanda deyək bu güclü, inzibati resurslardan deyək vətəndaşını əzmək üçün formalaşmış hakimiyyətə qarşı bir deyək müqavimət göstərəcək bir qüvvə olmalıdır. Bir o qüvvə yoxdur. Ona görə Yardım oldu 327 manat dostlar. 304 idi, oldu indi 327. Hamıdan xahiş edirəm. Minlərlə adam baxır. Yardım edin. Etdiyiniz yardım özünüzün və bahalarınızın gələcəyinə qoyduğunuz investisiyadır. Siz mənə burada ev almırsınız, maşın almırsınız. Aydındırmı? Azərbaycanın fəaliyyətinin genişləndirməsi üçün bu yardıma ehtiyacımız var. Biz nə hakimiyyətdən, nə kanunlardan, nə grant verən, nə bilim, beynəlxalq təşkilatlardan pul alıb, bugünə qədər bir çoxlarını elədiyi kimi satılmaq fikrimiz, adımız yoxdur. Ya kanalı bağlayaram, işi davam etdirmərəm, ya da xalqın yardımı ilə ancaq fəaliyyət göstərərək. Başqa bir yol yoxdur. ki, müxalif cərgəsində olan, eyni ideya daşıyıcısı olan deyə Azərbaycan Xalq Cəbhəsi, Müsavat Partiyası, bunlar eyni deyək, klassik Xalq Cəbhəsi Partiyası, bunlar eyni ideologiyanın daşıyıcısıdır. Hamısı da deyir ki, biz Məmməd Əmin Rəsulzadə, Elçibəy yolundan gedirik. Amma bunların əgər mətbuatı izləsəz, deyək, son bir ili polemikalarına baxsaz, mən daha çox bunların bir-birindən mübarizəsini görürəm, nəinki hakimiyyətlə. Ona görə, ondan başqa deyək, digər qurumlar, istənilən qurum, ona görə ki, bütün bu birləşmə indi çox qurumların adı çəkilir. O qurumların heç bir Azərbaycan deyək, siyasi həyatında elə bir real deyək, gücə malik və real rol oynayan deyil. Bu sizin subyektiv fikriniz. Bu mənim öz fikrimdir. Amma hesab edirəm, Azərbaycan Xalq Cəbhəsi ilə Müsavat Partiyası birləşərsə, bunların ətrafında ümumiyyətlə deyək, siyasətə aidiyyəti olmayan, o deyək, xırda siyasi partiyaları nəzərdə tutmuram. Əhalinin 90%-nin siyasətə aidiyyəti yoxdur və siyasətə getmirlər. Bir inamsızlıq var. O vaxtda dostlar belə bir ideya atmışlar ortalığa ki, Xalq Cəbhəsi ilə Müsavat birləşsin. Hətta danışıqlar göyə gedirdi, nə edirdi? Nə oldu sonra? Düşmən kəsildilər. Acaba görəsən o vaxtı onlarda mı Qurban Məmmədov birləşməyə qoymadı? Bəs niyə birləşə bilmədilər? Orada Əli Kərimov istiqamət idi. Diqqətən izləyin. Biz bilməliyik bu müxalifət adı altında kimlərin nə oynadığını, hansı oyunların iştirakçısı olduqlarını bilməsək, vallahi billahi birləşmə mümkün olmayacaq. Artıq ictimai siyasi prosesləri laqeyddirlər. Bəli, həmin o 90%-in içində əhalinin, bu günlərim siyasətdən kənarda duranın 90%-in içində 100 minlərlə insan bu birliyə dəstək olar. Və bu birlik dəstək ona görə lazımdır ki, məmur bir şey bilmək lazımdır ki, dünyanın hər yerində məmur qanunu pozmağa can atar, oğurlamağa can atar. Əlbəttə ki, Azərbaycan məmurları kimi yox. Amma dünyada məmurların qanunsuzluğunun qarşısını alan müqavimət olur. Əslində baxsaq, Aslan İsmailovun indi o şəxsi münasibətlərimizi bozmasına baxmayaraq, o vaxt dediyi bu fikirləri var ha. Bu da həqiqətən də obyektiv fikirləridir. Yəni, ən azı o məmurlardan danışır, aşağıdan danışır ki, məmurları da ən azı deyir, qanunsuzluqlarını çəkindirmək üçün onların qarşısında bir birlik qoymaqlar, güc qoymaqlar, o qorxsunlar, bunu eləməsinlər, həyasızlıq eləməsinlər, onu düz deyirdi. Yəni, güclü müxalifət olur. Onlar bilir ki, əgər hər hansı addım atarlarsa da müxalifət güclənər, səslərdən istifadə edib, bunları devirir, hakimiyyətə gələr. Azərbaycanın isə ən böyük bəlası ondan ibarətdir ki, mən Azərbaycanda 89-cu ildən gəlmişəm, yaşayıram.
Mən sizə səmimi deyirəm. Mən bilirəm indi Qurban bəy ola bilsin digər mənim deyək əqidə yoldaşlarım, deyək peşə dostlarım, həmkarlarım ola bilsin razılaşmaz. Amma mən sizə səmimi deyirəm ki, Azərbaycanın mən gördüyüm 24 ilində mən Azərbaycanın heç bir sahəsinə ədalətli, qərəzsiz, dürüst seçki görməmişəm. Və bütün bəlalarımız da buradan başlayır. Təşəkkür edirəm. Kimsən o inanırdı ama. Mən 2010-cu il seçkilərində mənim dostum və qardaşım Aslan İsmailov hemen dedi, mənə qulaq asma, inanırdı ki, yox, İlham Əliyev söz verib, qanun seçki olacaqdı və mən qalib gələcəyəm. Baxmayaraq ki, Aslan İsmailovun qalib gəlmə şansı hamıdan yüksək idi. O qalib gəlmişdi, amma mandatı verildi başqasına. Mən təşəkkür edirəm Aslan müəllimə cavab üçün. Qurban müəllimin də fikirlərini alaq. Qurban müəllim 2013-cü il çox hərəkətli başladı. Gəlmiş otur qulaq as, Aslan müəllim. Yox, siz əksinə bu sahədə məndən həm peşəkarsınız, həm də siz bu xalq hərəkatının öncüllərindən, birincilərindən olubdur. Mənim isə bu sahəyə aidiyyətim bir vətəndaş kimi olubdur. Siz isə bu hadisələrin içində olubdur. Mən sualını verim, Qurban müəllim onu cavablasın mümkünsə. 2013-cü il seçki ilidir və 3-cü dəfə İlham Əliyevin seçkilərə getməsi gözlənilir. Təbii ki. Dostlar, mən bu çıxışlarından sonra həbs elədilər. Bu çıxışları mən o vaxt silsilə eləyirdim bütün kanallarda. Yazırdım bu dayanmadan. Ağırda gördüm, yox, sıra bilmirlər. Mən iyun ayında həbs elədilər. Dünya tərəfindən, qərb tərəfindən və ictimaiyyət tərəfindən, Azərbaycan ictimaiyyət tərəfindən nə qədər etirazla qarşılansa da və çox hərəkətli başladı. Ümumiyyətlə, bugün ictimai-siyasi vəziyyəti necə dəyərləndirirsiniz ölkədə? Aslan bəy etdiyi kimi, sizin özünüzün də qeyd etdiyiniz kimi, millətin də hamı... 27 aprel 2013-cü il. Keçən seçkilərdəki rəqəmlərin də sübut etdiyi kimi, 85% bizim əhali tam laqeyd seyirci mövqeyindədir. 85% Azərbaycanın öz dövlətinin taleyinə sahib çıxmır. Bunda müxalifətin müstəsna rolu var. Rejim aydındır. Bu rejim... Bəlkə biraz seçkilərə inamsızlıqdandır, Qurban müəllim. İcazə verin bir şey deyim daha. Bu rejimin mahiyyət hamıya məlumdur. Xislət hamıya məlumdur. Bunun xalqına qarşı düşmən mövqeyi də hamıya məlumdur. Məlumdur ki, bu seçki tərəfdarı deyil, seçki saxtalaşdırır. Xalqın ruhdan salınması üçün 3 nöqtə qoyur. Heydər Əliyevin məşhur bir sözü Aslan İsmailovun huşunasının yadından çıxa bilməz. Canlı efirdə 2000 səhv bilmədim, keçənci ildə 98-də nə vaxt idi, mən onda həbsxanadaydım. Heydər Əliyev prezident xalqı seçkiyə təşviq etməyə əvəzinə, çağırmaq əvəzinə dedi ki, bu cəmaatın hüququdur, istəyən gedir, istəyən getməz. Məcbur eləmək olmaz. Fikir verin. Bir ölkə başçısı xalqı çağırmaq əvəzinə gedir seçkiyə, hətta qanuniyyəcilik səviyyəsində seçki hüququnu reallaşdıran adamların cərimələnməsi vacib olduğu halda. Mən şəxsən bunun tərəfdarıyam ki, hər bir vətəndaş seçkiyə getmək vəzifəsi daşımağa hüquq deyil. Dostlar, mən Heydər Əliyev haqqında danışıram. 2013-cü il aprel ayının 21-idir. Mən İlham Əliyev haqqında danışıram. Bakıda danışıram. İstifadə eləsin, məcburi şəkildə. Biz imkan verməməliyik ki, bu millətin hələlik elə bir mərhələsidir ki, könüllü bir çox şey eləmək iqtidarlı deyil, istənli deyil. Mütləq cərimələnməlidir, niyə? Çünki dövlətin taleyinə sahib çıxmaq bizim həm də vətəndaşlıq vəzifəmizdir. Heydər dedi ki, bunları ki, kimisi geçsin, getməsin. Amma aydındır, Azərbaycan müxalifətinin dedi müstəsna rolu var. Niyə? Çünki 2003-cü ildə yadda gəlirsə, Azərbaycan müxalifətinin birləşmə problemi Etibar Məmmədov Səqənbər problemi idi. Hamı bilirdi ki, Azərbaycan müxalifətində bu iki şəxsiyyət Milli Azadlıq Hərəkatının ilk günlərindən hərəkatdadılar, təşkilatçıdırlar, rəhbərdirlər, liderdirlər və İctimai Şura lider kimi pərçimləniblər. Və bunların o şəxsi münasibətlərinin pisliyinə görə birləşə bilmirdilər. Biz o vaxtda bir çox ziyalar orada cəlb eləməklə o birliyə nail olduq. Etibar bəy, Allah canını sağ eləsin, axırda son məqamda geri götürdü namizədliyini və belə bir şərtlə bölgü təşkil edir hörmətli Səqənbərə. Falan sarayətlərlə baş nazir, stolun üstündədir, falan sarayətlərlə də prezident vəzifəsi. Və təklif birinci Səqənbərə olundu ki, buyurun, hansınızı götürsəz, qarar mənə qəbuldur. Bu Etibar Məmmədovun o vaxt tədbiq etdiyi
təklif etdiyi metoduydu. Mən bu iştirak olmuşam Ali Kərim'in bir yerdə. O vaxt prezidenti götürdü Səqənbər, baş nazir müəyyən sərayətlərlə. Gecə saat 1-ə səhv eləmir, 20 dəqiqə işlənmiş, bu iki liderin arasında danışıq oldu. Bu xəbər yayıldı bütün Azərbaycana. Mənə çıxan məlumatlara görə uzaq dağ kəndlərindən sevincindən ağlayan ağsaqqallar oldu ilə ağır birləşdilər. Təəssüf ki, saat 11-də xəbər yayıldı ki, səndən bir gecə saat 4-də hörmətli Səqənbərlə Rəsul Quliyev danışıblar. Etibar Məmmədovla əldə olunan danışıqlar pozulur. Bununla da müxalifətin birləşə bilməməyi haqqında mif bir daha pərçimləndi insanların şuuruna və apatik bir vəziyyət yarandı ölkədə. Əhali düşdü depresiv vəziyyətə. Yardım oldu 339 manat dostlar. İnamsızlıq belə girdabına giriftar oldu belə deyək. Ona görə də seyirci mövqe tutdu. İndi şans yaranır. Amma bu birləşməklə bağlı danışmadan öncə mən sual vermək istəyirəm. Niyə birləşməliyik biz? Ümumiyyətlə, müxalifət niyə birləşməlidir ki? Nəinki müxalifət? Niyə məsələn qonşular birləşməlidir lazım gələndə? Niyə millət, bütöv millət olaraq birləşməlidir Şarl de Gaulle'un vaxtında Fransızlar kimi? Niyə? Qarşıda duran vəzifə tək başına, qrup halında həll edilməsi mümkün olmayanda insanlar birləşməyə məcburdurlar. Bu obyektiv qanuna uyğunluqdur, təbii bir istəkdir. Amma burada bir baş verir Azərbaycanın arasında. Ay girib kəndə, sökür dağıdır ölkəni. Kəndi yeyir balalarımızı, tapdarıya ay. Aslan İsmail hay say, ey hara, gəlin köməyə birləşə ayını öldürək, ayını qovaq. Aslan bəyə təşvir edirlər ki, Aslan bəy yox, gəl əvvəl kəndin bələdiyyəsinin sədrini seçək və mənə əvvəl bələdiyyə sədri qəbul elə, sonra baxarıq ayına. Dostlar, 20 ildir mən bu fikri deyirəm təkrarlayıb. 20 ildir bunlara qandıra bilmirəm ki, bu qaydada birləşmək olmaz. Birləşməyin metodu bu deyil. Sən mənə tanı, sən mənə bələdiyyə sədri seç sonra, sən mənə vahid namizəd qəbul et sonra. Sonra gedirlər İsa'da, Ali Kərimdə də. Rüstəm İbrahim bəy bu güreş edirlər ki. Bir adam buna soruşmur ki, filan alçaq qədələr, sən əgər prezidentlikdə imtina eləyirsənsə, sən bunu niyə öz silahdaşına yox, mübarizə cinahdaşına yox, Moskvadan gələn bir adama niyə güzəşdirirsən? Bu hansı siyasi teoriyada var, nəzəriyyədə belə bir şey var? Satqınlığın münüz olmur ki. Bəs xalqı belələ savalladılar da. Özünüz dediyiniz şəraitdə xalqı qınamağa dəyərmi o etimad itirliyinə görə? Mən xalq qınayacam mən. Mən xalq qınayıram. Niyə? Çünki xalq tutub bizim kimi müxalifətin boğazından boğmur ki. Sən kimsən? Bu xalqın taliyi sənə girov verilib. Sən başa düşmədin, bu dədəmin pancına qoymuşsan bu xalqın taliyi. Sən kimsən ki? Kimdir müxalifət? Müxalifət, Rus sonu bir nəzəriyyəsi var. Müqavilə nəzəriyyəsi. Dövlət idarə etməklə bağlı bir Fransız mütəfəkkiridir. Onun o nəzəriyyənin qısa mahiyyəti budur ki, adamlar birləşirlər, bir müqavilə bağlayırlar, öz aralarından müəyyən adamlar seçirlər ki, biz idarə edək. Bu idarə edən adamların bir tərəfi iqtidardır, bir tərəfi müxalifət. Xalq öz hüquqlarının müəyyən hissəsini təmin etmək üçün verir müxalifətə. Müxalifət vəzifə daşıyır. Bu məsələdə hüquq söhbəti yoxdur. O vəzifə daşıyır. O vəzifəni icra etmirsə müxalifət geri çəkilməlidir. Bu vaxtda hesab edirəm ki, Azərbaycan müxalifətinin liderləri çox məsuliyyətsiz davranırlar, çox məsuliyyət davranırlar. Buna məsuliyyətsiz davranırlar. O vaxt demişəm. Görürdüm ki, nə baş verdə müxalifətdə. Axır baş cavab vermək lazım gələcək. Çünki ölkə bərbad vəziyyətdədir. Amma mən bayaq sual verdim, niyə biz birləşməliyik? Seçkidə qalib gəlmək söyləmi? Rejimi dəyişmək söyləmi? Amma başqa bir sual vermək istəyirəm. Əgər Məhəmmədi ilə Con Freze boksa başlamamışdan öncə Con Freze bilsəydi ki, hakim olsa satqındır, Məhəmməd Əlinin xeyrinə onsuz da qərar veriləcək, çıxardı mı Tatabi, döyüşə çıxardı mı? Aslında çıxarsınız, siz bilə ki, məndən güləşin, məndən gülürsünüz, məni yıxacaqsınız. Amma hakim satqındır, artıq pulla ələ alınıbdır və mənim xeyrimə düdük çalacaq, siz məni çıxarsınız güləşə. Başında ağlı olan hansı kişi hərəkət eləyər? Mən bilə ki, məni məğlub eləyəcəklər. Azərbaycanda normal seçki mühiti yoxdur. Normal keçirmə fikri yoxdur bu rejimin. Ona görə də ilk növbədə normal seçki mühiti yaratmaq uğrunda ümummilli mübarizəyə başlamaq lazımdır. Bunun üçün vahid prezidentlə namizəd seçməyə ehtiyac yoxdur. Amma hələ ki, heç bu məsələ aktual deyil. Vahid namizəd daha aktualdır. Bu, hakimiyyət tərəfindən idarə olunan adamlar. Mən sizə açıq deyirəm. Kim ki bugün Azərbaycanda seçkiyə getməyə indiki şəraitdə vazifəni vurğuluyur, seçki çağırır,
Kim ki indiki şəraitdə müxalifətin vahid namizədinin seçilməsini tələb edib, bilin ki, hakimiyyətin mətbəxindən gələn sifarişləri yerinə yetirir. Vahid namizəd ideyası əziz həmvətənlər həmişə bildikləri partlamaq üçün hakimiyyət bunu gözəl istifadə edir 30 il. Bu bir mənalıdır. Çünki bunu orta düşmək üçün nə Aslan İsmailov kimi məşhur uğuşan olmaq lazımdır, nə Qurban Məmmədov kimi sadə vətəndaş olmaq lazımdır. Normal anadan doğulanda ağla malik olmaq kifayətdir. Son neçə illərdir Azərbaycanda seçki keçirilmir. Seçki adı altında bir oyunbazlıq, bir cinayət əməli icra olunur. Gəlin burada saxlayaq dostlar, bu çox vacib söhbətdir. Güman edirəm ki, sabah davam edərik, indi gecədə də yormayım. Haqqınıza xəbər edin, gecənin xeyirli qalsın, Allah'a emanet olun. Sabah saat 21:00-da bu materialın qaldı 19-cu dəqiqəsində. Çox vacib o vaxtlar analizlər vermişik. Mən bunlarsa təkrarlayıram, biləsiniz ki, mən kiməm və mənim şəxsi mövqeyim nədir? Kim kimdir, bunları tanıyasınız. Bundan sonra heç olmasa səhvə yol etməyək. Gecənin xeyirli qalsın, Allah'a emanet olun. Bayramınız mübarək olsun, eşq olsun xalqımıza, yeniniz mübarək olsun.